Hərəkət zamanı insanlar tez-tez yola çıxır. O da maşinistdə stres, həyəcan, təcili tormozlama məcbur olub veririk. 1995-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunda çalışıram. Çilingər, maşinist köməkçisi, sonra da maşinist. Bizim işlər öz çətinliklər olur yolda. İnsan çıxır, heyvan çıxır, maşın çıxır. Biz də təhlükəsizliyi təmin etmək üçün bütün vasitələrdən istifadə edirik. Heyvan otarırlar yollarda. Qoyun, iri buynuzlu heyvan yola çıxardırlar. O da gətirir, hadisəyə baş verir. Qatara ziyan dəyir. Heyvanın yəsinə ziyan dəyir. Orada bizim müraciətimiz oldu ki, xahiş edirik ki, yoldan kənar heyvanlar otarsınlar. Yolun içində qəti qadağandır. İnsanlar yola çıxır. Yolun içində otururlar. Yola daş qoyurlar. Çox olur daş qoymaq. Qatara daş atırlar. Bu barədə də biz müraciət edirik, xəbər veririk ki, harada daş atıblar, hadisə harada olur, dispetçerə məlumat veririk. Bu bizim çünki vəzifə borcumuzdur. İşimi sevirəm, işimlə fəxr edirəm.